göndəriblər. Yəni o linki də göndəriblər. Yəni linki bu şəkli ona görə göndəriblər ki, yəni burada da YAP Gənclər Birliyində həmən YouTube-dur ha. Orada niyə Facebookdan like eləyirsən ki? Orada yazılıb ki, YouTube-da misal üçün like eləyirsən, paylaşma eləyirsən. YouTube-dan da paylaşma eləmək olur da ha. Ay özünüzdən niyə özünüzə hoqqa çıxarsan da Paşa kimi Paşa mənə zəng eləyib ki, deyir 30 dənə deməyiblərmi like screenshot eləməyi. Deyir mən deyir 90 dənə 100 dənə eləyirəm. Deyirəm sənin ağlın çatır, indi 90 dənə 100 dənə eləyirsən onlara göndərsən, indi onlar da təzədən deyəcək elə siz də eləyin. Elə şey mi olur hə? Salam bir daha. Salamlayıram hər birinizi. Bilirəm işləriniz çoxdur, müəyyən konferans falan işlər olur, baş qarışıqdır, bilirəm. Amma bizim bu gündəlik işimiz də gərək diqqətdən kənarda qalmasın. Ona görə bir məsələni də xahiş edəcəm sizdən. Dünənki bizim o 8+2 məsələsi özünü doğrultmadı. Biz nə qədər dislike etsək də, aydındır, indi hər halda mən istəmirəm kimsə əməyini, zəhmətini yerə vurum, amma istəyirəm ümumən biləsiniz ki, dislike edənlərin sayı da az idi ümumiyyətlə bu canlı yayın vaxtı. Amma eyni zamanda təbii ki, dislike edənlərin də bir çoxu kanallardan dislike edirdi, Gmail'lardan etmirdilər. Ona görə də bizim nəticəmiz heç 300-ə çatmadı. Bunu nəzərə alın, xahiş edirəm. İkinci məsələ, bugün daha bir sınaq keçirəcəyik. Və ona görə də xahiş edirəm, hər birimiz 30 Gmail'dan daxil oluruq, Azərbaycan Saatı kanalında abunə oluruq. Həmən o 30 Gmail'dan abunə olduqdan sonra axşam canlı yayın vaxtı eyni kanallarla, hansılar ki biz abunə olmuşuq Azərbaycan Saatına, eyni kanallarla da dislike edəcəyik. Əgər həmən kanallar, həmən kanalda, yəni Azərbaycan Saatı kanalında həmən Gmail'lar, abunə olmuş Gmail'lar dislike artırsalar, sürətli bir şəkildə vurduğumuz hər bir Gmail'in dislike nəzərə alınsa, o zaman bu metoddan gedəcək. Yox, əgər nəzərə alınmasa, problemlər yaransa yenidən, biz sonradan o abunəliyimizi geri götürəcəyik. Xahiş edirəm bunu nəzərə alın, axşam saat 6-ya qədər 30 Gmail olmaqla, yenə deyirəm, kanal yox, yalnız Gmail. Yalnız orijinal Gmail'dan abunə oluruq və abunə olduqdan sonra da məlumat verin ki, xahiş edirəm. Yəni biz hazırıq, yəni skrinə falan da ehtiyac yox. Sadəcə bir kəlmə yazın ki, mən hazıram. Yəni bunu edəcəyik, Allah qorusun. Axşam saat 8-də 9-un yarısında canlı yayında artıq həmən Gmail'larla biz dislike edəcəyik. Uğurlar sizə.